Deməli, dördüncü suala. O mərkəzli çevrədə OY perpendikulyardır AB-yə. Deməli, OY perpendikulyardır AB-yə. OF perpendikulyardır CD-yə. OY bir-birinə bərabərdir. Bunlar 3'dür. Burada 3'dür, burada 3'dür. AB üstəgəl CD. Deməli, AB üstəgəl CD 16'ya bərabərdir. Və bizdən çevrənin radiusunu soruşur. Bunda belə çıxır ki, AB ilə CD burada vətərdir. Onda vətərlər də bir-birinə bərabərdir. AB-nin yerinə və yaxud CD-nin yerinə AB yazsam, 2 dənə AB bərabərdir 16. O zaman AB olacaq 8. Aha. AB 8'dir. AB 8'dir. O zaman burada 4'dür. Bax, buranı birləşdirsək, bizdən radius soruşmur. 3, 4, o zaman burada 5 olacaq.